Qoç bürcü. Elə səhərdən enerji dolu, şən və nikbin olacaqsınız. Beləliklə, uzun müddətdir təxirə saldığınız şeyləri etməyə başlamağın vaxtı gəldi. Ev işləri ilə məşğul olmaq zərər verməz və ailə üzvləri sizinlə bərabər hər şeydə iştirak etməkdən məmnun olacaqlar. Ətrafınızda gözəllik və rahatlıq yaratmaq üçün əlverişli gündür. İstənilən alış-veriş uğurlu olacaq. Yaşlı qohumları ziyarət etmək zərər verməzdi. Bir çox qoç böyük həyat təcrübəsi olan insanların məsləhətlərindən faydalanacaq. Birbaşalıq və dürüstlük ünsiyyətdə qeyri-müəyyənlikdən qaçmağa kömək edəcək. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək şansınız olacaq. Gələcəklə bağlı planlar qurmaq üçün əlverişli zamandır, onları gözlədiyinizdən də tez həyata keçirə bilmə şansınız var. Sizin birbaşalığınız hər hansı hiləgər cazibə planlarından daha yaxşı işləyəcək. Partnyorunuz nəhayət çoxdan demək istədiyinizi eşidəcək və anlayışla cavab verəcək. Ciddi söhbətlər gözlənildiyindən daha asan gedəcək, qışqırmadan və məzəmmət etmədən. Əgər subaysınızsa, bir qəribin təsadüfi bir iltifatı daha çox şeyin başlanğıcı ola bilər. Xoş sözlər söyləməyin, bəlkə kimsə sizi tanımaq üçün səbəb axtarırdı. Dürüstlük oyunlardan və boşluqlardan bezmiş insanları cəlb edir. Buğa bürcü. Əgər vacib işlərinizi planlaşdırırsınızsa, mümkün qədər tez onlara nail olun. Buğaların əksəriyyəti sakit, balanslı və mehriban olacaqlar, buna görə də digər insanlarla asanlıqla ümumi dil tapacaq və bütün məqsədlərinə çatacaqlar. Yaxşı fürsətlər açılacaq, bundan istifadə etmək vacibdir. Eyni zamanda, şeylər üçün əhval-ruhiyyəyə girmək o qədər də asan olmayacaq. Siz vədlərinizi unutmaq istəyəcəksiniz, ancaq bu cür impulslara təslim olmamalısınız. Günün ikinci yarısında emosiyaların öhdəsindən gəlmək daha çətin olacaq. Xüsusən sizin üçün əziz olanlarla münasibətdə tələsik hərəkətlərdən və sərt sözlərdən çəkinin. Yaxınlarınızla toqquşmalar və fikir ayrılıqları mümkündür. Əgər bu baş verərsə, barışıq yolunda ilk addımı mümkün qədər tez atmağa çalışın, o zaman münaqişəni qönçədə kəsə biləcəksiniz. Sərt ifadələrlə diqqətli olun, onlar planlaşdırdığınızdan daha dərinə zərər verə bilər. Duyğular ən yüksək həddə çatacaq və anın istisində çox şey söyləmək riski var, dayanıb partnyorunuzdan hisslərini soruşmaq onlar üçün təxmin etməkdən daha yaxşıdır. Sadə bir sual, necəsən, böyük bir mübahisənin qarşısını ala bilər. Sevdiyiniz insanın əhval-ruhiyyəsinə diqqət və qayğınız möcüzələr yarada bilər. Söhbətdə fasilə zəiflik deyil, müdriklik əlamətidir. Əkizlər bürcü. Özünüzü yeni işdə sınamaq üçün əla gündür. Siz əsasları asanlıqla başa düşəcək və sizi ruhlandıracaq ilk nəticələrə nail olacaqsınız. Bir çox əkizlər gələcək işlərində onlara faydalı olacaq bir şey öyrənə biləcəklər. Etibar etdiyiniz insanlarla vacib mövzuları müzakirə etmək üçün əlverişli zamandır. Gələcək üçün planlar qura bilərsiniz, onları tez bir zamanda həyata keçirə biləcəksiniz və müttəfiqlərin köməyi olmadan deyil. Qısa səfərlər uğurlu olacaq, sizə çoxlu parlaq emosiyalar gətirəcək. Yaşlı dostların və ya qohumların məsləhətləri sizə faydalı olacaq. Yaxınlarınızın problemlərinin həllinə kömək etmək üçün vaxt tapa biləcəksiniz. Bu, aranızdakı münasibətə ən yaxşı təsir göstərəcək. Axşam qonaqları qəbul etmək üçün idealdır. Müzakirə edəcəyiniz və paylaşacağınız bir şeyiniz olacaq. Dostlar şəxsi təcrübələrini bölüşmək istəyəcəklər və siz onların əsas təsəllicisi olacaqsınız. Bu cür dəstək gözlənilmədən sizi əvvəllər sadəcə dost hesab etdiyiniz insana yaxınlaşdıra bilər. Bəzən sevgi sadə qayğı ilə başlayır. Keçmişdən kimsə gəlibsə, ilk çaydan sonra vidalaşmağa tələsməyin. Köhnə tanışlıqlar xatırladığınızdan daha maraqlı ola bilər. Sizin dinləmək və anlamaq qabiliyyətiniz insanlara heyranedici təsir bağışlayır. Xərçəng bürcü. Heç yerə tələsməyin, o zaman hər şeyə vaxtınız olacaq və səhv etməyəcəksiniz. Səhər saatlarında bir çox xərçənglər canlılığın artdığını hiss edəcəklər. Ancaq eyni zamanda bəzən heç bir aydın səbəb olmadan belə emosional təcrübələrdən narahat olacaqsınız. Tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur. Əgər şübhələriniz varsa, etibar etdiyiniz insanlardan məsləhət istəməkdən çəkinməyin. Maraqlı və perspektivli ideyalar ağlınıza gələcək, lakin onların hamısı dərhal həyata keçirilməyəcək. Artan həssaslıq və həssaslıq həyatınızı biraz çətinləşdirə bilər.
Hər şeyi ürəyə çox yaxın qəbul etməməlisiniz, ətrafınızdakı insanların sizi incitmək istəməsi ehtimalı azdır. Günün ikinci yarısı sizə maraqlı insanlarla çoxlu yeni tanışlıqlar gətirəcək. Onlardan bəziləri uzun illər sizin yaxşı dostlarınız olacaq. Həssaslıq yüksəkdir və günahsız ifadələri çox ciddi qəbul edə bilərsiniz. Hər ifadədə bir tutma axtarmayın, bəzən insanlar nə demək istədiklərini dəqiq söyləyirlər. Yeni tanışlıq yöndəmsiz başlaya bilər, lakin bu xüsusi hərarət yaradır. Bir səmimi jest və ya baxış və uzun söhbətlər üçün bir insan tapdığınızı başa düşəcəksiniz. İlk təəssüratlara görə mühakimə etməyin, münasibətlərin inkişafı üçün vaxt verin. Ürək məsələlərində intuisiyanız nadir hallarda uğursuz olur. Şir bürcü. Tez keçid edə bilsəniz, gün uğurlu olacaq. Çoxlu sayda işin öhdəsindən gəlməli olacaqsınız. Köhnə öhdəliklər sizə dərhal öhdəsindən gəlməli olduğunuz özlərini xatırladacaq. Hər şey düzələcək, ancaq etibarlı müttəfiqlərin köməyinə ehtiyacınız olacaq, ona görə də onlardan kömək istəməkdən çəkinməyin. Bir çox şirlər faydalı bacarıqlara yiyələnəcəklər ki, bu da onlara təkcə işdə deyil, bəzi digər hallarda da kömək edəcək. Çoxdan gözlənilən xoş xəbəri almağınız mümkündür. Baxış nöqtələriniz həmişə üst-üstə düşməsə belə, sizin üçün vacib olan insanlarla mübahisə etməkdən çəkinməlisiniz. Bəzən yaxşı münasibətləri qorumaq üçün kiçik güzəştlərə getmək daha ağıllıdır. Nəyin bahasına olursa olsun öz yolunuzda israr etmək istəyi reputasiyanıza ciddi zərər verə bilər, sonra bərpa etmək uzun müddət çəkəcəkdir. Haqlılığınız üçün ayağa qalxmaq istəyi bütün romantikanı kökündən məhv edə bilər. Tərəfdaş debatda rəqib deyil, ortaq gələcək qurduğunuz insandır. Bəzən harmoniyanı qorumaq mübahisədə qalib gəlməkdən daha vacibdir. İrəli bir addım 10 inandırıcı arqumentə dəyər. Təslim olmaq ləyaqətinizi aşağı salmır, əksinə yetkinlik göstərir. Səxavət sizə çox yaraşır, bunu göstərməkdən çəkinməyin. Qız bürcü. Özünüzə həddən artıq indulgensiya verməyə ehtiyac yoxdur, baxmayaraq ki, istəyəcəksiniz. Bütün planlaşdırılan işlərin öhdəsindən gəlmək və yaxşı istirahət etmək üçün vaxtınız olacaq. Ancaq yenə də biraz səy göstərməli olacaqsınız. Bir çox qız bürcü xüsusilə vacib işlərə başlamamalıdır. Bu, başladığınız işi başa çatdırmaq və yığılmış ev işlərini sıralamaq üçün kifayət edəcəkdir. Sevdiklərinizlə ümumi dil tapmaq həmişə mümkün olmayacaq. Köhnə fikir ayrılıqları sizə özlərini xatırladacaq. Vəziyyətin sürüşməsinə imkan verməyin, ünsiyyətdə biraz daha səbir və incəlik göstərin. Onda nəinki bütün problemləri həll etmək, həm də münasibətlərinizi yaxşılaşdırmaq mümkün olacaq. Günün ikinci yarısı ciddi söhbətlər, gələcək planların müzakirəsi üçün əlverişlidir. Siz necə pul qazanacağınızı və ya karyeranızda irəliləyəcəyinizi anlayacaqsınız. Köhnə fikir ayrılıqları ən uyğun olmayan anlarda yenidən gündəmə gələ bilər. Başınızı dik tutaraq uzaqlaşmaq əvəzinə tərəfdaşınızın əlindən tutub yenidən başlamağı xahiş etməyə çalışın. Belə bir jest hər şeyi yaxşılığa doğru dəyişə bilər. Keçmişdən kimsə səhvlərini düzəltmək istəyə bilər. Bu, ikinci şans vermək üçün yaxşı bir səbəbdir. Bağışlamaq və davam etmək bacarığınız köhnə kininizi münasibətlərdə yeni bir səhifəyə çevirəcək. Üzr istəməyin, sadəcə minnətdarlıqla qəbul edin. Tərəzi bürcü. Çox şeyə gözlənilməz bucaqdan baxmaq imkanı yaranacaq. Yaradıcı qabiliyyətləriniz sizə orijinal həllər tapmağa və ümidsiz görünən vəziyyətlərdən çıxış yolu görməyə kömək edəcək. Qırılmış əlaqələri bərpa etmək və faydalı əlaqələr qurmaq üçün əlverişli zamandır. Bir çox tərəzi qeyri-adi dərəcədə cazibədar olacaq ki, bu da onlara yeni tanışlıqları asanlıqla qazanmağa və onlarda gözəl təəssürat yaratmağa kömək edəcək. Dostluq və ya işgüzar münasibətlərin romantik münasibətlərə çevrilməsi mümkündür. Günün ikinci yarısı bir qədər gərgin olacaq. Önəmsiz məsələlərdə yaxınlarınızla fikir ayrılıqları ola bilər. Bu zaman vacib söhbətlərə başlamağa, məsuliyyətli qərarlar qəbul etməyə dəyməz. Adətən yalnız iş üçün yazan həmkarınız qəfil sizi layihəni müzakirə etmək üçün qəhvəyə dəvət edə bilər. İşgüzar söhbət tez bir zamanda şəxsi mövzulara çevrilərsə təəccüblənməyin. Cazibədarlığınız insanlara demək olar ki, görünməz, lakin çox təsirli təsir göstərir. Ünsiyyət asanlığı ürək məsələlərində əsas kozırınızdır. Darıxdırıcı söhbət belə xoş əyləncəyə çevrilir, sadəcə gülümsəmək lazımdır.
Əsas odur ki, biznes məsələlərinin şəxsi maraqlara nə vaxt keçdiyini vaxtında başa düşməkdir. Əqrəb bürcü. Gün olduqca gərgin keçəcək. Bir çox əqrəblərə dərin emosional problemlər mane olacaq, ona görə də işlərin öhdəsindən gəlmək çətin olacaq. Yaxınlarınızdan kömək istəməkdən çəkinməyin, onlar mütləq sizdən imtina etməyəcəklər. Xərclərə xüsusi diqqət yetirməlisiniz, düşünülməmiş xərcləmələr ciddi problemlərə yol aça bilər. İşlərdə və sənədlərdə işləri qaydaya salmaq, lazımsız şeylərdən qurtulmaq üçün əlverişli zamandır. Bəzi uzun müddət davam edən münasibətlər sona çata bilər, lakin bu daha yaxşıya doğru olacaq. Sizin üçün önəmli olan insanlarla mübahisə etməməlisiniz. Çətin ki, kimisə inandıra bilməyəcəksiniz, amma çox güman ki, mübahisə edəcəksiniz. Axşamı özünüzlə təklikdə keçirmək, gələcək haqqında düşünmək və keçmiş səhvləri bir daha təkrarlamamaq üçün təhlil etmək yaxşıdır. Bir əlaqəni sevgidən çox qorxudan davam etdirdiyinizi hiss edirsinizsə, daxili səsiniz doğru qərarı təklif edə bilər. Köhnəlmiş bir şeyi buraxmaq məğlubiyyət deyil, daha doğrusu real bir şeyə yer açmağın bir yoludur. Bəzən ayrılıq xoşbəxtliyə yol açır. Özünüzə qarşı dürüst olmaq müvəqqəti ağrı gətirsə də gücünüzdür. Artıq qanadlarda yeni imkanlar gözləyir, sadəcə onlara yer açmaq lazımdır. İntuisiyanıza etibar edin, sizin üçün nəyin ən yaxşı olduğunu bilir. Ox atan bürcü. Sürprizlərə hazır olun və onların heç də hamısı xoş olmayacaq. Planlarınızdan bəziləri arxa plana keçməli olacaq, çünki şərait ən əlverişli olmayacaq. Ox atanların əksəriyyəti mühüm qərarlar verməməli və tələsik vədlər verməməlidir. Yeni və tanış olmayan işlərə başlamamalısınız, gözlədiyiniz nəticələrə tez nail olmaq ehtimalınız yoxdur. Ən xoş olmayan insanlarla görüşlər mümkündür, lakin onlar əhvalınızı çox korlamayacaqlar. Yaxınlarınıza kömək etmək üçün öz işinizə ara verməli olacaqsınız. Bu sizin üçün çox da ağır olmayacaq, amma yenə də çox vaxt aparacaq. Özünüzü idarə etməyə çalışın və başqaları ilə münaqişələrə girməyin. Sonra axşam sakit və mehriban şəraitdə keçəcək. Partnyorunuz birbaşa deməsə belə, həmişəkindən daha çox dəstəyə ehtiyacı ola bilər. Sizin xeyirxahlığınız və kömək etmək istəyiniz indi bahalı hədiyyələrdən daha vacibdir. Sözsüz istəklərə diqqətli olun, onları necə oxuyacağınızı bilirsiniz. Tanışlıq kiçik bir kömək istəyi ilə başlaya bilər, lakin intuisiya sizə bunun arxasında daha çox şeyin olduğunu söyləyəcək. Cazibədarlığınız insanları cəlb edir. Əsas odur ki, başqalarının problemləri arasında öz ehtiyaclarınızı unutma. Oğlaq bürcü. Günün necə keçəcəyi ilk növbədə sizdən asılı olacaq. Bir çox oğlaq həddindən artıq impulsiv və əsəbi olacaq. Bir çox problemi həll etməli və eyni anda bir neçə işi görməli olacaqsınız. Yeni heç nəyə başlamamalısan, yaxşı olar ki, başladığın işi başa vurasan və köhnə səhvləri düzəltməyə çalış. Əgər diqqətinizi yaxşılığa cəmləməyi bacarsanız, əhvalınız tez yaxşılaşacaq. Yaşlı qohumların və ya köhnə müttəfiqlərin məsləhətinə ehtiyacınız olacaq. Onları başdan sona izləyəcəyiniz fakt deyil, amma ən azından bir çox vəziyyətə fərqli bucaqdan baxa biləcəksiniz. Günortadan sonra hər şey tədricən düzələcək. Siz emosional yüksəliş və ilham hiss edəcəksiniz, lazım olan hər şeyin öhdəsindən gələcək və düzgün istirahət etməyə vaxt tapacaqsınız. Axşam çölə çıxmaq və ya dostlarla görüşmək üçün münasibdir. Uzun müddətdir ki, ziyafətə və ya görüşə getməmisinizsə, indi tam zamanıdır. Rahat bir atmosferdə, xüsusən də gözləriniz otağın hər tərəfində birləşərsə, qarşılıqlı rəğbət asanlıqla yaranır. Bayram ab-havası romantizmi təbliğ edir. Cütlər hər şeyin necə başladığını xatırlaya və eyni həyəcanı hiss edə biləcəklər. Rahat atmosfer yaratmaq bacarığınız adi bir axşamı xüsusi tədbirə çevirəcək. Dəvətlərdən imtina etməyin, əylənəcəksiniz. Dolça bürcü. Yaxınlarınızla fikir ayrılıqlarından qaça bilməyəcəksiniz, lakin onlar uzun sürməyəcək. Bəzi dolçalar hər hansı səbəbdən narahat olmağa, bütün tənqidləri şəxsən qəbul etməyə meyilli olacaqlar. Mənfi emosiyalara qapılmamalısınız. Günün ilk yarısı çətin ki, ciddi məsələlər üçün münasib olsun, ancaq tanış işlərin və ev işlərinin öhdəsindən uğurla gələcəksiniz. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq, buna görə də çölə çıxmaq və mehriban şirkətlərə baş çəkmək çox sevinc gətirəcək.
Uzun müddətli və xoşbəxt münasibətlərə çevriləcək yeni tanışlıqlar mümkündür. Bundan əlavə, yaxın gələcəkdə dəstəyi sizin üçün faydalı olacaq nüfuzlu havadarlar əldə edə bilərsiniz. Cazibə qrafiklərdən kənardadır və insanlar sizi maraqlı ideyalar və yaxşı yumor mənbəyi kimi cəlb edirlər. Başlanğıcda bir insan olaraq sizinlə maraqlanan biri daha çox şey istədiyini başa düşə bilər. İşgüzar görüşlərin şəxsi görüşlərə çevrilməsi şansı var. Cazibədarlıq və xarizma sizin tərəfinizdən heç bir səy göstərmədən işləyir. Nüfuzlu tanışlıqlar təkcə karyeranızda faydalı ola bilməz, həm də şəxsi mənada cəlbedici ola bilər. Maraqlı bir danışıqçı olmaq bacarığı bir çox qapıları açır. Balıqlar bürcü. Günün başlanğıcı ən asan olmayacaq. Şəxsi həyatınızla bağlı duyğuların və narahatlığın öhdəsindən həmişə gələ bilməyəcəksiniz. Bir çox balıqlar yaxınları ilə fikir ayrılıqlarından qaça bilməyəcəklər, lakin ciddi münaqişələr gözləmək lazım deyil. Baş verənlərdə müsbət cəhətləri görsəniz və xırda şeylərə yersiz əhəmiyyət verməsəniz, özünüzlə öhdəsindən gələ biləcəksiniz. Günortadan sonra əhvalınız yaxşılaşacaq. Uzun müddət həllini tələb edən məsələləri həll etmək imkanınız olacaq. İştirak və dəstək gözləmədiyiniz insanlar sizə kömək edəcəklər. Vacib məsələləri və gələcəklə bağlı planları müzakirə etmək üçün əlverişli zamandır, lakin sakit və zehni tarazlığı qorumaq vacibdir. Partnyorunuz üçün yığılmış suallar sakit, dramatik və qarşılıqlı ittihamlar olmadan müzakirə edilə bilər. Səmimi söhbət köhnə yaraları sağalda bilər və inamı gücləndirə bilər. Əhval-ruhiyyəni hiss etmək bacarığınız sizə düzgün sözləri tapmağa kömək edəcək. Münasibətləri bitmiş kimi görünən bir insandan gələn mesaj xoş bir sürpriz ola bilər. İkinci şans sizin haqqınızdadır. Əsas odur ki, keçmişi ideallaşdırmaq deyil. İntuisiya sizə qapını açmağa dəyərmi və ya dost yazışmaların kifayət edib etmədiyini söyləyəcək.